Salam, sabahınız xeyirli, uğurlu olsun, gününüz xoşmənalı keçsin inşallah. Necəsiniz mənim əziz dəyərli, gözəl izləyicilərim? Səhər-səhər tezdən yoldaşımın və gəlinimin işi üçün yemək hazırladım. Yenə də həmişəki kimi günə ilk olaraq su ilə başlayırıq. Limonlu, sirkəli suyumuzu içirik. Mənim əzizlərim, kanalımıza abunə olmağı, kanalımı sona qədər izləməyi, dəstək üçün bəyənməyi, xoş rəylər yazmağı unutmayın. Sizdən çox-çox xahiş edirəm. Bu mənim üçün, mənim kanalım üçün çox vacibdir. Dəstəyinizi kanalımdan əsirgəməyin. Hər birinizə təşəkkürlər. Hiç tanışmadık seninle. Vallahi harasa getməyə ehtiyac yoxdur. Cənnət elə insanın öz evi, öz eşiyidir, öz həyətidir. Cənnət yaratmaq istəsən, yarada bilərsən. Yəni bu sənin əlindədir. Çox şükür, burada bizim kiçik cənnətimizdir. Elə bilirik ki, harasa dağa, istirahətə getmişik. Belə ailəcən oturub bir loxma çörəyimizi yeyəndə, yəni adamın ürəyinə yağ kimi yatır. Çox şükür. İnşallah Nurif də gəlsin. Bir də bilək Nurif də gəlir. İnşallah. Ailəcən belə oturarıq inşallah. Amin. Yeməkdən artıq qaldı. Bunu da boşaldım qaba. Yanına elə mənə günorta yemək var. Yanına da qreçka dəmləyərəm. Onlar yaxşı.
öz bişirdiyimiz bəhməzi qaba tökürəm. Görün nə gözəldir. Rəngi, özü, baxın. Görün nə gözəldir. Çox şükür. İlahi. Əzizlərim, sizlər heç qatıqla bəhməz yemisiniz? Yəyəniniz varmı aranızda? İnanın, qatıqla bəhməz o qədər gözəl gedir, o qədər dadlı olur. Mən çox bəyənirəm. Öz həyətində əkdiyinin dadını, ətrini heç bir şey verə bilməz. Çox şükür. Verdiyi nimətlərinə elhamdülillah. Sonsuz şükürlər olsun. Bugün mən halva çalıram, İmam Nisanı. Məndə var burada 1 kilo, bir də 1 stakan, belə bir stakan dolu un, bir çimdik biraz duz halallıq üçün və 1 stakan, bir də yarıdan, indi 1 stakan yarım da ola bilər, 1 stakan yarımdan az da ola bilər. İndi apardığı qədər
Mən sizə bildirəcəm sonunda nə qədər süd getdi məndə. Mən südlə umac edəcəm. Burada da şərbətim qaynayır, hazırdır. 3 stakan dolu pesoqdur və 2 stakan da sudur. Qaynara düşdü, demək hazırdır demək olar ki şərbətimiz. Birazca da limon tuzu atacağım. Belə. İndi keçək umacımızı hazırlamağa. Umacımı belə ovdum, iri xırdalıdır. İndi bunu blenderdan keçirəcəm. Baxın. Umacım hazırdır. Hazırladım. İndi bunu biraz qovuracağım. Ətri daha da qəşəng yayılsın deyə, çıxsın deyə ətri. Biraz qovuracağım. Rəngini tam burada göstərmək olmur, amma rəngi çox gözəldir. İndi isə qoğalımızın xəmirini hazırlayıram. Burada 2 kilo məndə un var. 250 qram yağ var, əritdim. 2 yumurta bütöv, 1 ağı, apardığı qədər ilıq su götürmüşəm və xamamız. İndi xəmirini yoğurum. Bir də vurğulamağı unutdum. Alma sirkəsi məndə var. 1 xörək qaşığı alma sirkəsi əlavə edəcəm. Xəmirimizi də yoğurdum, hazırdır. Çox gözəl xəmir alındı. İndi bir yarım saat dinlənsin, kündəliyib başlayaq yavaş-yavaş xəmirimizi yaymağa. Qoğalımız 9 kündədən ibarət oldu. Bir-birində bu 9 kündəni yayıb, yağlayıb üst-üstə qoyacağım. Baxın, görün necə gözəl xəmiri alınıbdır. Görürsünüz, dartdıqca dartılır, nəzikliyi. Çox qəşəng bir xəmir alınıb. Beləcə qəşəng-qəşəng yağlayırıq. Axırıncı kündəmizin üzərinə yağlamırıq. Beləcə mən hamısını 8 kündəni belə yaydım, yığdım üst-üstə. Axırıncı kündəmizdə yaymışam. İndi onu da üstünə sərim. Doğrama işinə keçərik.
Təkəllənəm deyin. Belə yaxşı təkəllən eləmək olmur, özünüz bilirsiniz. Adam əziyyət çəkir. 27 dənə belə qoğal oldu. 1-15 dəqiqə belə qalsın, sonra içliyini doldurub, ağzını büküb, yenə 15 dəqiqə saxlayıb, duxovkada bişirəcəm. Əvvəlcə güclü xodda, sonra zəif xodda içi pişənə qədər, qəşəng qızarana qədər bişirəcəm. İçliyimiz də belə hazırdır, qovurdum qəşəng. Qoğallarımız belə gəlməyində olsun. İndi isə gələnə kimi qoğallarımız. Keçək halvamızın hazırlanmasına. Umacımızı qabımıza əlavə etdim. Yağsız vəziyyətdə bunu bu cürə biraz qovuracam. Nəmliyi götürülsün deyə qovuracam. Sonra yağını əlavə edəcəyik. Yağını da əlavə etdik. Bu da qoğalımızın son halı. Baxın. Yəni soyuyubdur. Soymuş vəziyyəti də budur. Halvamız da hazır oldu. Çəkməyi unutdum. O elə ləyənlə bir halva oldu. Çox şükür payladım, ehsan etdim. Allah qəbul eləsin. Allah verilən bütün ehsanları qəbul eləsin. Bizə də belə bir qabda qaldı. Biz deyəndə 3 evə, qardaşımgil, mamamgilə və bizə elə bu qədərini götürdüm. Qalanı, hamısını ehsan etdim. Allah qəbul eləsin. Bizi sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun, Allaha əmanət olun.